Esselamu Aleyküm ve Rahmetullah. Bismillahirrahmanirrahim. Elhamdülillah Rabbil alemin. Vessalatu vesselamu ala Resulillahil emin. Habibi ilahina ve tabibi nüfusina Ebil Qasimil Mustafa Muhammed. Ve ala ehli beytihi tayyibinat tahirinel masuminel mükerremin. Siyumel huccah beqiyetillah fil aradin. Usikum ve nefsi bi tegvallah. Sizə və özümə ilahi təqvaya riayət eləməyi tövsiyə edirəm. Mənəvi inkişafın maneələri haqqında danışırdıq və qeyd elədik ki, cahillik, bilməməzlik, elmsizlik mənəvi inkişaf qarşısında əsas maneədir. Bu cahillik hardan meydana gəlir və niyə meydana gəlir? Əsas səbəb nədir? Məsələn, digər canlılarda niyə təkamül üçün elm şərt deyil? Bal arıları öz vəzifələrini dəqiq icra edirlər. Onların təkamülü yolunda cəhalət maneəsi olmur. Məsələn, quşlar müəyyən fəsillərdə uzun məsafə qət edirlər, heç bir səhvə, xətaya yol vermədən. Bitkilər niyə onların inkişafı üçün lazım olan bütün şəraitə malikdirlər? Amma insan niyə bilməyə ehtiyaclıdır? Niyə öyrənməyə ehtiyaclıdır? Niyə Allah başqa canlılara verdiyi kimi insana da əvvəlcədən elm vermir? İnsan da ona lazım olan hər şeyi əvvəlcədən bilmir. Səbəb nədir? Quranda ayə var, buyurur ki, Vallah əxrəcəkum min butuni umməhatikum, la tə'ləmunə şeyən. Allah buyurur, Allah sizi ananızın bətnindən dünyaya çıxardır, bir halda ki, siz heç nə bilmirsiniz. Elmsiz halda doğulursunuz. Və cəalə ləkumus səm'ə vəl-əbsarə vəl-əfidə ləalləkum təşkurun. Və Allah sizə qulaq, göz və qəlb verir ki, şükür edəsiniz. Bunlar elm öyrənmə vasitələridir. Bunun fəlsəfəsi nədir ki, insan nələrisə bilmir, sonra öyrənməyə ehtiyacı var. Bunun fəlsəfəsi nədir? Səbəb nədir? Əsas səbəb təkəbbürü aradan aparmaqdır. İnsanın bilməyib öyrənməsi, nəyisə bilməyib sonra öyrənməsi səbəb olur ki, insanın daxilində təkəbbür aradan gedir. İnsan təvazökar hal alır. Niyə təkəbbürü aradan aparmaq bu qədər mühüm məsələdir, bu qədər mühüm mövzudur? Və niyə təkəbbür bu qədər rəzil xüsusiyyətdir? Digər bütün çirkinliklərin anasıdır. Rahat da aradan getmir. Təkəbbür o vəhşi tikana, ota bənzəyir ki, kökdən çıxardırsan, başqa yerdən düzəlir, çıxır. Daim düzərməyə meyilli bir tikandır, bir otdur, vəhşi otdur. Hədislərdə var, ummur rəzaildir. Rəzilətlərin, rəzilliklərin anasıdır təkəbbür. Şeytan da bilirsiniz ki, təkəbbürlə bədbəxt oldu, Allahın dərgahından qovuldu. Və dünən danışdıq, xatırlayırsınızsa,
Təkəbbür ən əsas vasitələrdən biridir ki, insanın vilayətə tabi olmasının qarşısını alır. Vilayət ki, dinin əsasıdır, dinin köküdür, vilayətsiz din yoxdur, dinin ən mühüm hissəsidir. Onun qarşısını nə alır? İnsanın bir Allah vəlisini qəbul eləməsinin qarşısını alan ən əsas səbəb təkəbbürdür. İnsan özündən fəzilətini həzm eləyə bilmir, böyüklüyünü həzm eləyə bilmir və bu onda təkəbbürdən qaynaqlanır. Təkəbbür çox böyük maneədir. Bizim mövzumuz nə idi? Mən bir daha qayıdıram. Bizim mövzumuz mənəvi təkamülün maneələridir. İlk maneə nədir dedik? Cahillik. Sonra sual verdi ki, insan niyə ümumiyyətlə bilməməlidir ki, bilməyə ehtiyacı olsun? Dedik, ona görə ki, bilməmək və öyrənmək insanda təvazökarlıq xüsusiyyəti yaradır. Bilməyib öyrənmək insanda təvazökarlıq xüsusiyyəti yaradır. Və bu təvazökarlıq xüsusiyyətinə insan çox ehtiyaclıdır. Çünki insanın mənəvi təkamülünün qarşısında ən böyük maneə təkəbbürdür. Təkəbbür çox ciddi maneədir. Təkəbbür o qədər ciddi maneədir ki, dinin əsası olan vilayəti qəbul eləməyə mane olur. Təkəbbür o qədər önəmli bir məsələdir ki, yaradılışın, xilqətin əvvəlində şeytanın Adəmə səcdə etməsinə mane olan amil o oldu. Və bunu Quran təsadüfən misal çəkmir. Deməli, bu çirkinliklərdən biri deyil. Bu çirkinliklərin anasıdır, Ummur Rəzaildir. Yəni, bütün çirkinliklərin başıdır, əsasıdır. Bu təsadüfi, məsələn, 100 pis xislətdən biri deyil. Bu pis xislətləri törəyən, dünyaya gətirən, var edən bir çirkinlikdir. Çoxu imtihandan çıxa bilmir. Hansı imtihan, həlledici imtihan nədir? Bunu yadda saxlayın, əziz qardaşlarım və bacılarım ki, insan üçün ən mühüm imtihan, bir daha deyirəm, özündən üstün insanın fəzilətini qəbul eləməkdir. Vilayətin mənası budur. Bəşəriyyət bu imtihandan çıxa bilmir insanların çoxsu. Nə mane olur təkəbbür? İbadətlərin içində ən əsası hansı ibadətdir? Namazdır. Namaz dinin sütunudur, hədislərdə var. Namazın əsasını nə təşkil edir? Təkbir təşkil edir. Təkbir. Allahu Əkbər. Namaz başdan ayağa Allahın əzəmətini önə çəkir. Rükusu ilə, səcdəsi ilə, bütün zikirlərinə baxın. Subhanə Rabbiyəl azimi və bihəmdi. Subhanə Rabbiyəl ə'la və bihəmdi. Hamısında Allahın əzəməti zuhur eləyir. Təkbirətül ehram. Hər dəqiqə başı deməlisən Allahu Əkbər. Mehvər zikirdir. Əsas zikri namazın təkbirdir. Niyə görə? Niyə görə belədir? Çünki sən hətta bədənini də əyməklə bu lənətə gəlmiş təkəbbürü içindən çıxartmalısan. Gündə bunu təkrar etməklə. Xanım Fatimə Zəhra buyurur ki, namaz ümumiyyətlə təkəbbür aradan aparmaq üçündür. Namazın fəlsəfəsini Həzrət Zəhra belə izah eləyir. Namaz təkəbbürün qəlbdən çıxması üçündür. Əli əleyhissalam görün nə misallar deyir, üzr istəyirəm sizdən. Bu misalları məcburam deyən məsumlardan nəql olunub. Deyir, insan yemək yeyir, sonra o yemək tullantı halına düşür onun daxilində. Bunu Allah belə tərtib edib ki, insanda təkəbbür hissini zəiflətsin. İnsan çox da məğrur gəzməsin. O şeyin heç adını çəkmək ayıbdır. O yer ki, ora gedir insan, onun adını çəkmək ayıbdır. Yəni, insan baxsın, görsün ki, nə ifraz eləyir, nəyin daşıyıcısıdır. Görün, Allah insanın öz cızığından keçməməsi üçün Əleyhisselam buyurur ki, hətta bunları da onun üçün eləyib. Çünki mümkün idi başqa şəkildə də, məsələn, insan azad olsun. Necə ki, cənnətdə deyirlər, ətir qoxusu verəcək, tər vasitəsilə ifraz olunacaq. Təkəbbür bu qədər rəzil bir xəstəlikdir. Və insanın qəlbindən çıxmayınca insan nəinki cənnətə getməz. Hədisdə var ki, cənnətin qoxusunu, ətrini belə hiss eləməz. Təkəbbür insanın qəlbində olduğu halda. Hədislərdə var, cəhənnəmin ən pis yerində qərar tutar təkəbbür insanlar.
Allahın verdiyi bəlaların fəlsəfəsi nədir? Allah bəla niyə verir bəndəsinə? Allah bəla verir ki, insana azizliyini xatırlasın, yəni təkəbbürü aradan aparsın. Sən demə, bəlaların da fəlsəfəsi buymuş. Dünən Qədr gecəsində hədis dedim əleyhissalamdan. Soruşdular, Allahı necə tanıdın? Deyir, ərəftullah bi fəsxil əzaim. Allahı tanıdım tədbirin pozulmağı ilə. Mən özüm üçün tədbir tökdüm, Allah onu alt üst elədi. Nə üçün belə eləyir Allah? Niyə bəzən bizim işimiz bir plan əsasında gedir, Allah onu alt üst eləyir? Çünki sən qürurlanmayasan, deməyəsən mənəm deməyəsən. Allah onu eləyir ki, yəni başının üstündə mən varam, mənəm desən, həlak olacaqsan. Birdən öz çəkdiyin plana arxalanarsan, birdən öz tədbiri və öz düşüncəvə arxalanarsan. Allahın bütün davası bu mənəmliklə, çünki bizim səadətimizin ən böyük maniyəsi bu mənəmdir. Bu çox mühüm məsələdir. Və niyə görə bu təkəbbür tez cüzərir insanda? Bunu çalışacağım 1-2 dəqiqədə izah eləyim, 5-10 dəqiqədə. Niyə bu təkəbbür onunla mübarizə apardıqca cüzərir? Onu aradan aparmaq o qədər də asan məsələ deyil. Niyə bütün xəstəliklərin anası budur? Onu bir neçə cümlədə izah eləməyə çalışacağım ki, vaxtınızı çox almayayım. Qədr gecəsinin səhəridir, yorğunsuz və görürəm seyrəli adamlar da, insanlar yatır, dincəlir. Siz də bu, belə deyək də, çətin vaxtda, Qədr gecəsinin səhəri, mükəbbirimiz də gecikdə hətta Qədr gecəsinin səhərinə görə. Yəni, fikir verirəm ki, çətindir, çox bəzilərinin gözündən yuxu tökülür. Ona görə də məcburam ki, qısa eləyim ki, sizi də çox burada məəttəl eləməyim, çox saxlamayım. Bağışlayın ki, da cümə namazı təxirə sala bilmədi. Ona görə məcburuq ki, danışaq. Ona görə də siz məcbursunuz məni dinləməyə, başqa qaçan yeriniz yoxdur. Mən də sizin halınızı nəzərə alıb çalışacağım ki, söhbətimi qısa eləyim. Əslində, doğrudan da gəldi, bəhs elə bir həssas yerə çatdı ki, çox izaha ehtiyacı var, şərhə ehtiyacı var. Gərək ciddi şərh olunsun, çünki bu sadə məsələ deyil, deyib üstündən keçəsən. Amma mən məcburam ki, bugünə düşdüyünə görə biraz qısa eləyim bu bəhsi. Çünki təkəbbür mövzusu çox ciddi mövzudur, üzərində dayanılası məsələdir, sadəcə olaraq şərait buna imkan vermir. Niyə görə bizim içimizdə daim təkəbbür cüzərir, inkişaf eləyir, bu nədən qaynaqlanır? Ondan qaynaqlanır ki, bizim içimizdə, daxilimizdə əslində belə deyək də, biz böyük Allahla görüş üçün yaranmışıq. Bizim xilqətimizin, yaradılışımızın məqsədi budur. Biz böyük Allahla görüş üçün yaranmışıq. Allah böyüdürsə, biz də onunla görüşməli-isə, bizimlə Allah arasında bir uyğunluq olmalıdır. Böyük Allaha qovuşmaq üçün insan da böyük olmalıdır ki, sinxiyyət olsun, uyğunluq olsun ki, insan ona qovuşa bilsin. Biz böyük Allahla görüş üçün yaranmışıq və bu təməl istəkdir bizim içimizdə. Biz Allahla görüşə can atırıq. Fitrətən belədir, fərqi yoxdur hansı əqidədədir insan. Əslində fitrətən insan Allahla görüşə can atır. Və Allahla görüşmək üçün zəruri şərt Allaha bənzəməkdir, belə deyək, məcazi mənada. Yəni, Allah böyüdürsə, sən də o böyülüyü əldə eləməlisən. Odur ki, insanda böyülənmək hissi fitridir əslində. Fitrətdən qaynaqlanır. Fitrətdən qaynaqlanır. Bu, öz-özlüyündə müsbət bir istəkdir. Müsbət bir istəkdir. Bəs ona böyülüyə çatmağın yolu nədir? Böyülüyə çatmağın yolu o böyüyün qarşısında kiçilməkdir. Böyüyün qarşısında kiçilməklə insan böyüyür. Bax, bunu izah eləməyə fürsət yoxdur. Ona görə üzərindən keçirəm. Sadəcə bunun üzərində özünüz düşünərsiniz. Niyə Allahın adlarının içində Allah təkbir, yəni Allah böyüdür adını gətirib namazda yerləşdirib? Hal eləmək üçün Allahu Rəhman deyərdi. Hal üçün bu daha uyğun gəlir, keyf eləmək üçün. Allahu Rəhim deyərdi. Niyə deyir Allahu Əkbər denən? Niyə? Deməli, nəyəsə sənin içində vurmaq istəyir. Öz böyülüyünü qabardır ki, o böyülüyün qabağında kiçiləsən ki, böyüyəsən. Bunun düsturu budur. O böyülüyün qarşısında təzim etmək insanın böyülüyünə səbəb olur. İnsanın böyüməsinə ehtiyac var. Bunun yolu böyük Allah qarşısında kiçilməkdir.
İnsan səhv yolla gedir. Bu böyülənmə istəyi ki, fitrətən qoyulub içində, onu səhv ünvana yönəldir, təkəbbür yaranır insanda. İnsan ki, tələsdi böyülü eləməyə, böyülüyünü dünya ilə məhdudlaşdırdı, olur təkəbbür. İnsan gərək hər an özünə nəzarət eləsin ki, bu böyülü istəyi onda səhv istiqamətə yönəlməsin. Biz fitrətən böyülük aşiqiyik, çünki böyük Allaha qovuşmaq üçün yaranmışıq. Amma necə böyüməliyik biz? Böyük Allah qarşısında zəlil olmaqla. Zəlil, yəni aciz olmaqla, təvazökarlıq ifadə etməklə. Ona görə də ibadətdə səcdə, rüku, hətta zahiri forması belə bədənin, qamətin əyilməsi şərtdir. Bu qamətin əyilməsi böyülüyə çatdıran yoldur. Bu o qədər önəmli məsələdir ki, bəzən namaz da məsələni həll eləmir. Allah deyir ki, qoy görüm, bunu mən məcazi mənada deyirəm də, qoy özüvə göstərim. Sən elə bilirsən ki, təkəbbür yoxdur. Sən ibadət edirsən, indi mən bu nöqtədən vuracam. Öz dostunu göndərir, deyir, bunun qarşısında təzim elə. Görürsən ki, orada püskürən həmin o amil təkəbbürdür. İmkan vermir ki, Allah vəlisinin vilayətini qəbul eləyəsən. Niyə Allah bu qədər Allah üçün önəmlidir? Çünki inkişaf qarşısında ən böyük maniyə budur. İndi qaydaq bəhsimizə. Allah niyə bizi bilməməzlik verdi? Yəni, cahil olaraq yaratdı. Niyə sonra öyrənməyə ehtiyacımız var? Ona görə elə yaratdı ki, biz elm dalıcan gedək. Biz öyrənmək dalıcan gedək və elm dalıca getməklə təvazökarlığımızı ifadə eləyək. Yəni, təvazökarlıq hissi bizdə yaransın. Necə namazın məqsədi beli bükmək, insanı səcdəyə, rüküyə göndərməkdir, eləcə də elm öyrənməyin məqsədi də insanın təvazökarlığını ifadə eləməsidir. Peyğəmbər bir dəfə rükudan qalxmır, soruşurlar ki, ya Rasulallah, niyə rükunu bu qədər uzatdınız? Buyurur ki, Allahın əzəmətini o qədər hiss elədim ki, başımı qaldıra bilmədim. Qulaq asın, siz Peyğəmbərə sual verir ki, meyraca getdiniz, meyraca ucaldınız, bilirsiniz, Cəbrail əleyhissalam da gedə bilmədi də, elə bir yerə çatdı ki, Həzrət Cəbrail da gedə bilmədi. Allah ən üstün insan Peyğəmbəri yaradıb. Deyirsiniz ki, meyraca getdiniz, ən axırıncı məqamda, meyracın axırıncı məqamında nəyi gördünüz? Peyğəmbər buyurur ki, Allah öz istədiyi qədər əzəmətini mənə göstərdi. Peyğəmbərin üstünlüyü bundaydı ki, Allahın əzəmətini hamıdan daha çox dərk edirdi. Böyüklük Allaha məxsusdur. Böyüklüyün tərəf müqabili, zidd tərəfi təvazökarlıqdır. Bizdə bu xüsusiyyət olsa, Allah böyüklük qapısını bizim üzümüzə açır. Yəni, 24 saat ərzində başımıza gələn bütün hadisələr bu təkəbbürü sındırmaq üçündür, bu təkəbbürü qırmaq üçündür. Gəh səcdəyə getməlisən, gəh rüküyə getməlisən, ibadət eləməlisən. Gəh Allah səni səhvə salır, ayılırsan ki, səhv elədim, təkəbbürlə mübarizə üçün. Gəh Allah səni bir adamın dili ilə tənqid eləyir, təhqir eləyir hətta. Bəzən haqsız da biri gəlir, təhqir eləyir, amma Allahın imtihanının məqsədi sənin təkəbbürün aradan getməsidir. Gəh çıxılmaz vəziyyətə düşürsən bunun üçün. Yəni, elmə olan inkişaf, elmə olan səbəb, ehtiyac insanın təvazökarlığı üçündür. İnsan hiss eləsin ki, insan bilmir və bilməməzliyi onda təvazökarlıq hissi yaratsın. Elmin bütün faydalarının içində ən əsas faydası insanda bu xüsusiyyəti yaratmasıdır. İndi görün, elmlə təkəbbür eləyən adam nə qədər bədbəxt adamdır. Bir halda ki, öyrənmək bunun üçündür ki, insan bilsin ki, mən bilmirəm. Bu adam gəlir, öyrənir, qərar buydu ki, elm öyrənsin, təkəbbür aradan getsin, bu öyrənir, daha da təkəbbürlü olur. Daha da böyülənib gəzir.
İnsanın elmə olan ehtiyacı, bir daha deyirəm, onun təvazökarlığı üçündür. Bu xüsusiyyətin insanda yaranması üçündür. Əbu Bəsir İmam Sadiqdən bunu nəql edir ki, İmam Sadiq buyurur, Həzrət Əli həmişə bu sözü deyərdi. Kanə yəqul, yəni davamlı olaraq bunu deyərdi. Ya talibəl ilm, innəl ilm zu fəzailin kəsirə fərrə'suhud təvazu. Deyir ki, elm çox fəzilətlərin rəsi, yəni başıdır, üstünüdür. Çox fəzilətlərin sahibidir və bu fəzilətlərin içində baş təvazökarlıqdır. Yəni elm çox fəzilətlər verir insana. Bu fəzilətlər içində ən üstünü təvazökarlıqdır. Elmin insana bəxş elədiyi ən üstün dəyər elm öyrənmək, elm tələb eləməyin, tələbə olmağın insana bəxş elədiyi ən üstün dəyər təvazökarlıqdır. Allah qoymuşdu bu bilməməyə ki, bildikcə, öyrəndikcə həmişə Allaha möhtac olduğunu hiss eləsin. Bu, bildikcə adam saymır. Bildikcə adam saymır. Öyrəndikcə daha da təkəbbürləşir. Bu necə bədbəxtdir? Görəsən bunu necə izah eləyək ki, bu insan nə qədər bədbəxtdir? Ki, elminə təkəbbür eləyir. Elə bil ki, bir insan səhv eləyir, Allah səhvə niyə bizi salır? Səhvə bizi salır ki, biz səhvimizdən nəticə çıxardaq, dahi o səhv eləməyək. Adam var, səhv eləyir. Səhvini müdafiə eləmək üçün özündən fəlsəfə çıxardır və daha da azğınlaşır. Qərar idi ki, səhv vasitəsilə düz yola gəlsin, səhv vasitəsilə daha da azğınlaşır. Mən çox vaxt uzalmayım, hədislərdən oxuyum və sözümü tamamlayım. Əfzəlül ibadə əl-ilmu billah və təvazu'u ləhu. Hədisdə var ki, ən üstün ibadət Allah barədə elm və Allahın qarşısında təvazökarlıqdır, təvazu etməkdir. Ona görə də Allah bizi bilməyən halda dünyaya gətirdi ki, biz öyrənək və öyrənməklə bizdə təvazökarlıq xüsusiyyəti yaransın. Bəziləri də görürsən ki, belə adamlar görmüsünüz yəqin, 5-10 dənə termin öyrənir. Bu, istər dini elm öyrənənlər içində var, həm istər dünyəvi elm. 5-10 dənə kitab oxuyur. Məsələn, qərb fəlsəfəsi belə, şərq fəlsəfəsi elə. Salamı da güclə verir adama. Salamı da güclə verir adama və heç kəsə də danışmağa imkan vermir. Ki, özü də müdafiə eləyəsən. Bu, xəstəlik ateistlərin içində də var, dindarların içində də var. Ya da görürsən, məsələn, çıxır minbərdən danışmağa, qəliz-qəliz sözlər, heç kəs heç nə başa düşmür. Hamı qulaq asır, bu da danışır, məqsəd öz savadını göstərmədir ki, mən bunları bilirəm. O deyir, biri deyir, əla danışdı, deyir, nə danışdı, deyir, valla bilmədim. Amma belə gördüm, qəşəng danışır da. O sözlərdən, bu terminologiyadan ki, heç kəs heç də başa düşmür. Elm qərardır ki, öyrəndikcə insanın başı aşağı dikilsin, bu öyrəndikcə daha da məğrurlaşır, təkəbbürlü olur və könül bağlayır öz bildiklərinə və bildiyindən əl götürmür. Nə də əleyhinə dəlil gətirsin, qulağı eşitmir. Qulağı eşitmir. İnşallah bu mövzuda gələn həftə qismət olsa, bugün bir daha deyirəm, şərait münasib deyil ki, bu mövzunu tam açıqlayaq. Gələn həftə qismət olsa inşallah bu mövzunun üzərində dayanacaq. Deməli, qayıdıram əvvələ. Bu cümələr biz mənəvi inkişafın maneələri haqqında danışırdıq. Mənəvi inkişafın maneələrindən birincisi dediyi cəhalətdir, bilməməzlikdir. Bilməməzlik səbəbdir ki, biz öyrənək.
Allah bizi bilməyən yaradıb ki, biz öyrənək və bu bilmədiyimizi öyrənmə prosesində bizdə təvazökarlıq xüsusiyyəti yaranmalıdır eyni zamanda. Çünki insan bilmədikcə, öyrəndikcə elmə möhtac olduğunu və Allahın qarşısında təvazökar olmalı olduğunu anlayır. Deməli, bu öyrənmə prosesi insanda təvazö xüsusiyyətini yaradır və bu əsnada bunu da qeyd elədik ki, Allahla insan arasında ən böyük maneə təkəbbürdür və təkəbbür həmişə cüzərir, insanın inkişafına mane olur və Allah hər gün insana nələrisə öyrətməklə həmişə insanın Allaha ehtiyacda olduğunu ona xatırladır. Və vay o gündən ki, insan o qədər bədbəxt olsun ki, o elm ki, onda təvazökarlıq yaratmalıydı, elm özü təkəbbür vasitəsinə çevrilsin, o lap əlacısız xəstəyə çevrilir. Alim olur insan, alim olduqca, bildikcə, möhtaclığını başa düşsün, insan da var öyrəndikcə öz elminə söykənir, elminə təkəbbür eləyir və bu ən böyük xəstəliklərdən biridir. İnşallah bu mövzunun davamını bugün mən ürəyim istəyən kimi çatdıra bilmədim. İnşallah mövzunun davamını Allah qismət eləsə gələn həftə edərik. Əuzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. İnna a'taynakal kevser fesalli li rabbike venhar. İnne şanaka huvel abtar. Sadaqallahul aliyyul